Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə 7-ci sinif dərsliyindən olan təcil mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Əvvəlki dərslərdə biz sizinlə düzxətli dəyişən sürətli hərəkət anlayışı ilə tanış olmuşduq. Bilirdik ki, bu hərəkət cismin hərəkət trayektoriyası düzxətlidir. Lakin onun sürəti hərəkət boyunca ya artır, ya da azalır. Bax, şəkildə bizdə müxtəlif nümunələr verilmişdir. Tutalım, bir nümunədə ağacdan almanın düşməsini göstərə bilərik. Burada hərəkət düzxətli dəyişən sürətli hərəkətə aid idi. Çünki hərəkət düzxət boyunca baş verirdi, lakin sürət dəyişirdi və bizim bu nümunədə sürətimiz artırdı. Həmçinin digər nümunədə biz görürük ki, iki maşının hərəkəti göstərilmişdi. Əslində eyni maşındır, sadəcə müxtəlif anlarda onun hərəkəti göstərilmişdir və biz burada görə bilirik ki, onun sürəti get-gedə azalır. Bu onu göstərir ki, hərəkət düzxətlidir, lakin sürəti müəyyən müddət ərzində azalmağa doğru gedir. Çünki o artıq qarşıda qırmızı işığı görür və dayanmaq məcburiyyətindədir. Buna görə də o sürətini azaldır. Dəyişən sürətli hərəkətdə hər saniyədə sürətin nə qədər artdığını və ya nə qədər azaldığını müəyyən etmək üçün təcil adlanan kəmiyyətdən istifadə olunur. Bizim nümunədə də bizdə hər bir zaman anında avtomobilin hərəkəti göstərilmişdir. Məsəl üçün 0-cı anında, 1 saniyə anında, 2 saniyə anında, 3 saniyə anında avtomobilin hərəkəti göstərilib və bunlara uyğun olaraq həmin avtomobilin sürəti də bizə göstərilmişdir. 0, 10, 20, 30 və biz bu şəklə diqqət yetirsək, görərik ki, hər zaman anında sürət eyni qədər artmışdır. Yəni 0-dan 10-a, 10-dan 20-yə, 20-dan 30 baxsaq, görərik ki, hər zaman anında 10 qədər artmışdır. Yəni biz bunu deyə bilərik ki, bu hərəkət düzxətli dəyişən sürətli hərəkətdir. Çünki hərəkət trayektoriyası düzxətlidir, lakin sürət artmışdır və sürətin nə qədər hər zaman anında nə qədər artdığını müəyyənləşdirən isə təcil anlayışıdır. Biz bu dərsimizdə sizinlə təcil anlayışına tanış olacağıq. Gəlin ilk öncə təcilin qaydası ilə tanış olaq və düsturu ilə tanış olaq. Təcil sürətin vahid zamanda dəyişməsinə bərabər olan kəmiyyətdir. Yəni biz müəyyən bir zaman anında, hər bir zaman anında sürətin nə qədər dəyişdiyini, artdığını və azaldığını müəyyənləşdirən bir kəmiyyətdir. Təcil ümumiyyətlə aşağıdakı düsturuna ifadə olunur. A bərabərdir, V çıxılsın V0 bölünsün T. Üzərində ox şarjının göstərildiyi kimi təcil vektorial kəmiyyətdə biz bilirik ki, əgər hər hansı bir kəmiyyətin üzərində ox şarjı göstərilərsə, bu kəmiyyət vektorial kəmiyyət hesab olunur. Gəlin təcilin vahidini müəyyənləşdirək. Təcilin vahidini müəyyənləşdirərkən biz ilk öncə həmin onun düsturundan istifadə edirik. Yəni yazırıq A bərabərdir, V çıxılsın V0 bölünsün T. Burada V'lər sürət nəzərdə tutulur. Biz bilirik ki, sürətin BSD vahidi metr bölünsün saniyədir. Ona görə də sürətin yerinə metr bölü saniyə yazırıq. Lakin zamanın əsas vahidi saniyədir. Əgər biz metr bölü saniyəni saniyəyə bölsək, biz burada metr bölünsün saniyə kvadratı almış olarıq. Belə nəticəyə gəlirik ki, təcilin vahidi, yəni BSD əsas vahidi metr bölü saniyə kvadratıdır. Təcili ölçən cihaz da var. Akselerometr adlanır. Akselerometrlə biz təcili müəyyənləşdirə bilirik və onun üzərindəki göstəriciyə əsasən müəyyənləşdirə bilirik ki, hər hansı bir avtomobilin təcili nəyə bərabərdir. Sonra digər slaydda biz həmin düsturda istifadə etdiyimiz kəmiyyətlərlə tanış olaq. Məlum məsələdəki düsturda A təcildir. Vahidi metr bölü saniyə kvadratıdır. Əvvəlki slaydda biz sizinlə təyin etdik. Cihazı akselerometrdir. V0 başlanğıc sürətdir. V isə son sürətdir. Ümumiyyətlə sürətin vahidi biz keçmişik əvvəlki dərslərdə metr bölü saniyədir. Sürəti ölçən cihaz isə spidometrdir. Həm A, həm V, həm V0, yəni təcil, başlanğıc sürət, son sürət vektorial kəmiyyətdir. T isə zamandır. Lap ilk dərslərdə biz sizinlə keçmişdik. Zaman olub skalyar kəmiyyətdir. Əsas vahidi saniyə, cihazı isə saniyə ölçəndir. Əgər cismin düzxətli yol boyunca hərəkət zamanı təcili dəyişmirsə, belə hərəkət düzxətli bərabər təcilli hərəkət deyilir.
Yəni cisim bu hərəkət boyunda düz xətli hərəkət edir, yəni trayektoriyası düz xətlidir, lakin təcili dəyişim, təcil eyni qiymətə malik olur. Düzxətli bərabər təcilli hərəkətin əsasən iki növü var. Bərabər yeyinləşən, bərabər yavaşayan. Gəlin onlarla tanış olaq. Əgər cismin sürəti hərəkət boyunca artarsa, belə hərəkət bərabər yeyinləşən hərəkət hesab olunur. O da düzxətli bərabər təcilli hərəkətin bir növüdür. Bizdə məsəl üçün şəkildə bizə verilib raketin hərəkəti. Raket adətən düzxətli hərəkət boyunca hərəkət edir və onun sürəti dəyişdiyindən və ya həmçinin sürəti get-gedə artdığından biz onu bərabər yeyinləşən hərəkət siyahısına aid edirik. Həmçinin düzxətli bərabər yeyinləşən hərəkətdə cisim adından göründüyü kimi düzxətli yol gedir, lakin yol boyunca sürətini artırır. Şəkildə insan paraşütsüz yerə doğru artan sürətlə düzxətli bərabər təcilli hərəkət edir. Siz yəqin ki, bu hərəkəti müşahidə etmisiniz və bu hərəkət də düzxətli hərəkət siyahısına aiddir. Həmçinin burada sürət artır. Sürət artdığına görə biz burada bu hərəkəti düzxətli bərabər təcilli hərəkət aid edirik. Düzxətli bərabər yavaşayan hərəkət dedikdə isə cisim düzxətli yol gedir, lakin yol boyunca sürətini azaldır. Bizim bu nümunədə də cismin hərəkəti düzxətlidir, lakin sürəti azaldığından düzxətli bərabər yavaşayan hərəkət siyahısına aid edilir. Həmçinin düzxətli bərabər yavaşayan hərəkətə biz insanın paraşüt açıldığı andan etibarən hərəkətini də müşahidə edə bilərik. Çünki paraşüt açıldığı anda artıq onun sürəti azalır, yəni onu tutan qüvvə meydana çıxır və bu zaman onun hərəkəti düzxətli hərəkətdir, lakin sürəti azaldığından biz bu hərəkəti düzxətli bərabər yavaşayan hərəkət aid edəcəyik. Əgər hərəkət edən cisim tormozlanarsa və ya dayanarsa, bunun son sürəti sıfıra bərabər olur. Biz bu hərəkətləri də müşahidə etmişik. Bəzən maşın qırmızı işıq gördükdə tormozlanır və yaxud dayanır və yaxud piyada keçidinə gəlib çatdıqda sürətini azaldır ki, yəni ki, qarşıdakı piyadalara yol verə bilsin. Və biz bu hərəkətə nəzərdə tutmalıyıq ki, bu hərəkətdə bizim son sürətimiz sıfıra bərabərdir. Əgər cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, yəni sükunət, yəni hərəkətsiz vəziyyətindən hərəkətə başlayırsa, onun başlanğıc sürəti sıfıra bərabər olur. Sürət artdıqda son sürət başlanğıc sürətdən böyük olur. Və bu zaman V çıxılsın V0 ifadəsi də müsbət olur. Çünki biz böyükdən kiçiyi çıxırıq, cavabımız müsbət olur. Buna görə də təcilin ifadəsinə əsasən A bərabərdir V çıxılsın V0 bölünsün T də müsbət olacaq. Yəni sürət müsbət olduğu halda təcil də müsbət qiymət alacaq. Bax, bizim nümunədə də siz fikir verirsinizsə, sürətdə dəyişiklik olur, sürət get-gedə artır. Və bu zaman sürət harda biz görürüksə sürət artır, biz onda nəzərə almalıyıq ki, bu zaman bizim təcilimiz müsbət qiymət alacaq. Həmçinin bu nümunədə də görə bilərsiniz, sürətimiz sıfırdan başlayaraq artır və biz buna görə də təcili hesablamış olsaq, aldığımız cavab müsbət qiymət olacaq. Çünki bizdə sürət artmışdır. Digər hallar da mümkün ola bilər. Əgər sürət azalarsa, sürət azaldığı anda başlanğıc sürət son sürətdən böyük olur. Çünki müəyyən bir sürətlə hərəkətə başlamışdı. Sonra müəyyən bir andan sonra sürətini sıfıra endirir. Biz sondan başlanğıcı çıxanda biz aldığımız cavab mənfi olur. Mənfi olduğuna görə təcilimiz də mənfi olacaqdır. Çünki sürətin mənfi qiyməti birbaşa təcirə təsir edir. Ümumiyyətlə biz bu slaydda sizinlə vaxta kimi keçdiyimiz bütün düsturların işarələri, düsturu, ifadələri, vahidləri, cihazları sizə göstərilmişdir. Siz bunu öz dəftərinizdə də qeyd edib məsələ həllində istifadə edə bilərsiniz. Keçək həmin mövzuya uyğun olaraq bəzi nümunələrə. Bu slaydda biz sizinlə təcil mövzusuna aid bəzi məsələ həllərinə baxacağıq. Birinci məsələdə bizə verilib ki, sürət zaman qrafikləri verilmişdir və sürət zaman qrafiklərinə əsasən bizdən soruşulur təcilin işarəsi müəyyənləşdirmək
və hərəkətin növlərini müəyyənləşdirmək, yəni yeyinləşən, yavaşlayan, bərabər sürətli hərəkətə uyğun qrafikləri göstərmək bizdən tələb olunur. Biz bu hərəkətlərin bəzilərini sizinlə əvvəlcədən tanış olmuşduq, bəzilərini bu dərsdə tanış olduq. Gəlin başlayaq. Birinci qrafikdə görürsünüz ki, sürət müəyyən zaman keçdikcə, yəni zaman artdıqca sürətimiz get-gedə azalır. Sürət azaldığından biz burada deyə bilərik ki, bizim bu hərəkətimiz yavaşlayan hərəkətdir, yəni bizdə hərəkət yavaşlayan olur birinciyə. Yavaşlayan hərəkətdə də biz bilirik ki, sürət azaldığından təcilin işarəsi də mənfi olacaq. Yəni biz buna görə də 1-ə A-nı qeyd edirik. 2-yə baxsaq görərik ki, sürətdə heç bir dəyişiklik baş vermir. Yəni zaman keçir, zaman artır, lakin sürətdə heç bir dəyişiklik baş vermədiyindən biz bu ikinci hərəkəti 0, yəni bərabər sürətli hərəkət növünə aid edəcəyik. Lakin bu anda biz təcilimiz 0-a bərabərdir. Çünki sürət dəyişməsi baş vermir. Sürət dəyişməsi olmadığından bizdə təcil 0-a bərabər olur. Üçüncü qrafikə baxsaq görərik ki, zaman keçdikcə sürətimiz artmışdır. Sürət artdığı zamanda biz bu hərəkətə yeyinləşən hərəkət adını vermişdik və sürət artdığından bizim təcilimiz də müsbət qiymət olacaq. Belə. Demək biz bu məsələ həllində sizinlə hərəkətin növlərini və təcilin işarəsini müəyyənləşdirdik. Digər tapşırığa baxaq. Digər tapşırıq da Euler-Venn diaqramıdır. Biz burada bərabər sürətli hərəkətlə dəyişən sürətli hərəkəti fərqləndirməyi bacarmalıyıq. Bərabər sürətli hərəkəti biz əvvəlki dərslərdən sizinlə keçmişdik. Lakin dəyişən sürətli hərəkəti isə biz bu dərsimizdə sizinlə öyrəndik. İndi müqayisə edək bunlara. Bizdə birincidə verilib ki, təcil müsbət ola bilər. Təcil müsbət ola bilər. Biz bunu təcilin ümumiyyətlə qiymətinin müsbət və mənfiliyini biz sizinlə dəyişən sürətli hərəkətdə müəyyənləşdirdik. Dedik ki, dəyişən sürətli hərəkətdə sürət ya azalır, ya artır və bu zamanda təcilin işarəsi ona uyğun olaraq müsbət və mənfi ola bilər. Ona görə də biz birinci və ikincini biz aid edəcəyik dəyişən sürətli hərəkətə. Təcil 0-a bərabər olur. Təcil 0-a bərabər olursa, bu zaman biz bunu bərabər sürətli hərəkətə aid edəcəyik. Çünki təcil 0 olanda biz yadımızda saxlamalıyıq ki, sürət dəyişməsi olmur, sürət sabit qalır. Ona görə də bu hərəkət bərabər sürətli hərəkət hesab olunur. Dördüncüdə deyək ki, yol yer dəyişmə və sürətlə ifadə olunur. Ümumiyyətlə, hər iki hərəkətdə yolun, yer dəyişmənin, sürətin düsturları vardır. Ona görə də biz bu dördüncünü hər ikisinə aid edirik. Demək, bu tapşırıqda biz sizinlə bərabər sürətli hərəkətlə dəyişən sürətli hərəkətin fərqləndirməsini öyrəndik. Hansı fərqli və oxşar cəhətləri olduğunu müəyyənləşdirdik. Digər tapşırığa baxaq. Digər tapşırıqda yenə bizə sürət zaman qrafiki verilmişdir və qrafik əsasən bizdən soruşulur. Başlanğıc sürət. Biz ilk öncə qrafikə baxırıq. Görürük qrafikin bir tərəfi zaman oxudur. Digər oxu isə sürət oxudur və biz burada görə bilirik ki, zaman keçdikcə burada bizim sürətimiz azalmışdır. İlk öncə başlanğıc sürəti müəyyənləşdiririk. Biz baxırıq ki, sürətimiz hansı nöqtədən başlamışdır. Biz görürük ki, zamanın 0-cı anında bizdə sürət 25-ə bərabərdir. Ona görə də bizim üçün başlanğıc sürət 25 olacaq. Yəni 25 metr bölünsün saniyə hesab olunur. Son sürət deyəndə isə zamanın, yəni bizə 20 saniyə vaxt keçmişdir. 20 saniyədə biz baxırıq ki, sürətimiz hansı qiymət alır. Görərik ki, sürətimiz 0-ın üzərinə düşür. Yəni heç bir sürətə malik deyil. Ona görə də son sürət 0-a bərabər olacaq. Sonra bizdən təcili soruşur. Təcilin qiymətini müəyyənləşdirmək soruşulur. Biz ilk öncə təcilin düsturunu yazırıq. Əgər C variantını burada yazsaq, təcilin düsturunu bilirik ki, A bərabərdir. V çıxılsın V0 bölünsün T'dir. Mütləq şəkildə A-nın və sürətin üzərində oxları yazmaq lazımdır. Çünki vektorial kəmiyyətdir. Gətirib qiymətlərini qoysaq, yəni V-ni yerinə, son sürətin yerinə 0, başlanğıc sürətin yerinə 25, zaman da bizdə 20 saniyədə görürsünüz. 20-ni qoysaq, hesablayaq. Biz görərik ki, bu zaman bizim aldığımız cavab mənfi qiymət olacaq və əgər 25-i 20-yə bölsək, 1 tam 25-də 21 dəfədir. Lakin 5-in içində yoxdur. Ona görə vergül atırıq. 50-nin içində 22 dəfədir. Və onun içində, yəni 100-ün içində 2 də
100-ün içində 20 də 5 dəfə olacaq. Yəni cavabımız mənfi 1,25 metr bölünsün saniyə kvadratı alınır. D variantında bizdə hərəkətin yeyinləşən və yaxud yavaşlayan olmasını müəyyənləşdirmək soruşulur. Biz hərəkətə baxsaq görərik ki, sürətimiz get-gedə azalır və buna görə də bizim hərəkətimiz yavaşlayan hərəkətdir və buna görə də bizim təcillimizin işarəsi mənfi alındı. Demək, biz bu qrafikdə başlanğıc sürət təyin etməyi, son sürəti, təcili, həmçinin hərəkətin növünü müəyyənləşdirmiş olduq. Keçək digər tapşırığa. Digər tapşırıq bizə məsələ həlli verilib. Biz bu tapşırıqda məsələ həllinə baxacaq. Məsələnin həllini diqqətlə oxusaq görərik ki, mənfi 4 metr bölü saniyə kvadratı təcillə hərəkət edən avtomobil 5 saniyə sonra dayanır. Onun sürət zaman qrafikini qurun və qrafikə əsasən getdiyi yolu hesablayın. Gəlin ilk öncə verilənləri qeyd edək. Bizə verilib 4 metr bölü saniyə kvadratı təcil. Yəni bizə A-nı verib, təcil A hərfinə işarə olunur. Ona görə A yazırıq. Yazırıq mənfi 4 metr bölünsün saniyə kvadratı. Sonra baxırıq bizə 5 saniyə verir. Bilirik ki 5 saniyə zamandır. T hərfinə işarə olunur. Ona görə də yazırıq 5 saniyə. Fikir versək, məsələnin şərtində deyilir ki, cisim dayanır. Dayanırsa, bunun həmişə son sürəti 0-a bərabər olur. Bunu da qeyd edirik verilir hissəsində. Tapmalı, bizdən soruşulur yolu tapmaq. Həmçinin sürət və zaman qrafikini də quracaq. Yolu bəzən S, bəzən L hərfinə işarə edirlər. Əgər üzərində oxşarsa qeyd etmiriksə, bu bizim üçün yol hesab olunacaq. Keçək həll hissəsinə. Bizdə təcilin işarəsi mənfi olması bizə artıq göstərir ki, bizdə hərəkət yavaşlayan hərəkətdir. İlk öncə təcilin düsturunu qeyd edirik. Həll hissəsində gəlin təcilin düsturunu yazaq. Təcilin düsturu biz bilirik A bərabərdir. V çıxılsın V0 bölünsün T. Çünki biz əgər sürət zaman qrafikini qurmaq istəyiriksə, biz mütləq şəkildə burada başlanğıc sürəti bilmirik, başlanğıc sürəti tapmalıyıq. Son sürət bilirik ki 0-dır. Yəni bizim qrafikimiz yavaşlayan hərəkətin qrafiki olacaq. Gəlin təcilin düsturunu qoyub biz başlanğıc sürəti tapaq. A-nı yeni mənfi 4 qoyuruq. Son sürəti bilmirik, x yazırıq. Başlanğıc sürətin yerinə 0 yazırıq. Son sürət əslində bizə 0-a bərabərdir. Biz əslində 0 yazmalıyıq. Son sürətin yerinə biz indi 0 yazırıq. Amma başlanğıc sürəti bilmədiyimizdən x yazırıq. Zaman isə bizdə 5 saniyədir, yəni 5 yazırıq. Və burada x-i tapmaq bizdən tələb olunur. X-i taparkən biz ilk öncə tənasüb qaydasından istifadə edəcəyik. Bilirik ki, tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Və ona görə də biz burada mənfi 4-ü 5-ə vurub 20, 20 də 0-dan da 20-ni çıxsaq 20 metr bölü saniyə alarıq. Demək, bizim bu məsələdə biz başlanğıc sürəti sizinlə tapmış olduq. Başlanğıc sürəti tapdıqdan sonra biz indi qrafiki qura bilərik. Qrafiki qurarkən müəyyən diqqət yetirməyimiz vacibdir ki, sürət və zaman qrafikini qurarkən qrafikin bir oxunun üzərində sürət yazırıq, digər oxunun üzərində zaman qeyd edirik. Daha sonra qrafiki qurmağa başlayırıq. Gəlin başlayaq. Biz bilirik ki, qrafikimiz yavaşlayan olacaq. Ona görə də qrafiki qurarkən mən yavaşlayan qrafikini burada çəkəcəm. Yavaşlayan hərəkətin qrafikini biz sizinlə əvvəlki dərslərdə tanış olmuşduq. Sonra biz həmin qiymətləri qeyd edirik üzərində. Biz bildik ki, başlanğıc sürət 20-dir. Biz burada 20-ni qeyd edirik. Lakin son sürət 0-dır. Zaman anı da 5 saniyə olduğuna görə mən burada 5 qeyd edirəm. Sonra qrafikə fikir versəz, görərsiniz ki, müəyyən bir fiqur alındı. Biz bu fiqurun sahəsini hesablamaqla gedilən yolu hesablamış olacaq. Əgər biz fiquru tapmış olsaq, gəlin onu işarələyək. Siz görəsiniz ki, hansı fiqurdur. Bax, bizdə bu fiqur qrafikin alt hissəsində olan fiqur hesab olunur. Bu fiqur da görünür ki, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini hesablamış olsa, biz qrafikə əsasən gedilən yolu tapmış olacaq.
Qrafiki əsasən yolu taparkən düzbucağının, üçbucağın biz bilirik ki, sahəsi katetləri hasilinin yarısına bərabərdir. Bizim bir katetimiz 5-dir, digər katetimiz 20-dir. Yəni biz burada 20-ni 5-ə vurub 2-yə böləcəyik. Bu zaman aldığımız cavab yəni 50-yə bərabər olacaq. 50 metr. Bax belə. Demək biz bu məsələ həllində sizinlə öyrəndik ki, təcil düsturundan istifadə edərək son sürəti necə tapa bilərik? Tənasüb qaydasından istifadə edirik bu zaman. Həmçinin təcilin işarəsi mənfi olması bizə nəyi bildirir? Biz bilirik ki, mənfi olarkən biz hərəkətin növünü müəyyənləşdiririk. Bizim hərəkətimiz yavaşlayan hərəkətdir. Ona görə də qrafiki üzü aşağıya doğru çəkməliyik. Daha sonra son sürəti bildiyimiz halda başlanğıc sürəti tapan zaman biz həmin qiymətləri gətirib qrafikin üzərində qeyd edirik. Sonra aldığımız fiqurun sahəsi bizdə gedilən yol hesab olunur. Keçək növbəti məsələyə. Növbəti məsələdə də bizə müəyyən verilənlər verilmişdir. Gəlin o verilənlərə qeyd edək. Bizə deyilir ki, 15 metr/saniyə sürətlə hərəkət edən avtomobil işıqfara yaxınlaşan zaman qırmızı işıq yanır və o sürətini azaldaraq 3 saniyədən sonra dayanır. Avtomobilin təcilini hesablayın və sürət zaman qrafikini tapın. Sürət zaman qrafikini qurmağımız tələb olunur. Bu da bayaqki məsələyə bənzəyir. Gəlin verilənləri qeyd edək. Bizə ilk gördüyümüz sürət 15 metr/saniyə bizim üçün başlanğıc sürətdir. V0 yazırıq 15 metr bölünsün saniyə. Sonra bizə zaman verilib. Zaman 3 saniyədir. Yazırıq T bərabərdir 3 saniyə. Sonra məsələnin şərtində bizə deyilir ki, avtomobil qırmızı işığı görərək dayanmışdır. Dayanan halda biz bilirik ki, cismin son sürəti 0-a bərabər olur. 0 yazırıq. Və biz burada təcili tapmalıyıq. Yəni təcil A hərfinə işarə olunur. Yazırıq A bərabərdir sual. Sonra həll hissəsində biz təcilin düsturunu yazırıq. Biz bilirik A bərabərdir V çıxılsın V0 bölünsün T. Aparıb qiymətlərini qoyaq yerinə. Bunu hesablamaq daha rahatdır. Bayaqki məsələyə nəzərən, yəni 0-dan, yəni son sürətdən başlanğıc 15-dir. Zaman da 3-dür. Hesablasaq 15-ə 3-ə bölüb -5 almış olarıq. Bunu da vahidini yazsaq yanına -5 metr/saniyə kvadratıdır. Biz artıq gördük ki, həqiqətən bizim sürətimiz azalmışdır və hərəkət yavaşlayan hərəkət idi. Buna görə də biz təcilimiz mənfi oldu. Gəlin qrafiki quraq. Qrafiki qurarkən yenə də bayaqki qaydada biz qrafiki üzü aşağı çəkməliyik. Çünki bizdə qrafik yavaşlayan hərəkətdir. Çəkdikdən sonra biz burada qrafikin üzərində qiymətlərini qeyd etməliyik. Əslində məsələni həll edən zaman biz təcili tapdıq. Təcili tapmaq qrafiki qurmağımıza bir mane deyil. Yəni biz verilənlərə əsasən də qrafiki qura bilərdik. Amma bizdən təcil tələb olunurdu. Məsələnin şərtində biz ona görə təcili də hesabladıq. Qrafikin üzərində başlanğıc sürət 15-dir. 15-i qeyd edirik. Son sürət bizə 0-dır. Yəni qrafik görürük son sürətdir. Zaman da 3 saniyədir. Onun üçün 3-ü də üzərində qeyd etmiş oluruq. Beləliklə biz bu dərsimizdə, yəni bu tapşırıqda sizinlə təcilin düsturundan istifadə edərək təcilin tapılmasını hesabladıq. Öyrəndik hansı düsturla hesablanır və necə hesablanır. Həmçinin yenə də qrafiki verilənlərə əsasən qurduq. Sonuncu məsələyə baxaq. Sonuncu məsələdə bizə ağacdan qopub düşən alma 1 saniyə sonra 10 metr/saniyə sürətlə yerə çatır. Onun təcilini hesablayın. Yenə də biz verilənləri qeyd edirik. Ağacdan qopub düşən deyirsə, biz nəzərə almalıyıq ki, bizdə cismimizin başlanğıc sürəti, yəni almanın başlanğıc sürəti 0-a bərabərdir. Çünki cisim öncədən sükunət vəziyyətində idi. Ona görə də V0 0 yazırıq. Lakin son sürət 10 metr/saniyə bərabərdir. Çünki özü verib 10 metr bölünsün saniyə. Zaman 1 saniyədir. Yazıram T bərabərdir 1 saniyə. Tapmalı hissəsində biz sizinlə təcili hesablayırıq. A bərabərdir sual. Həll hissəsində düsturu qeyd edirik. A bərabərdir V çıxılsın V0
bölünsün t. Hesablayaq. Biz son sürətdən, yəni 10-dan 0 çıxacaq və 1-ə bölürük. Cavab edəcək 10 metr bölünsün saniye kvadratı. Burada görürsünüz ki, təcil müsbət alındı. Ona görə də biz burada bizim hərəkətimiz yeyinləşən hərəkət hesab olunur. Əgər bizdən soruşulsaydı, həmin hərəkətə uyğun sürət zaman qrafikini qurun, biz onda bu şəkildə qurmuş olardıq. Gəlin bu hərəkətə uyğun sürət zaman qrafikini quraq sizinlə. Çünki biz bunu sizinlə tanış olmuşuq. Sürət zaman qrafikini qursam, bir kənarda quraq. Baxın. Mütləq qrafikin oxlarının üzərində sürət və zamanı qeyd etməyimiz vacibdir. Gəlin sürət və zamanı qeyd edək. Yəni bir oxun üzərində V, digər oxun üzərində T qeyd edirik. Sonra biz başlanğıc və son sürətlərə baxırıq. Bizim başlanğıc sürətimiz 0, lakin son sürətimiz 10-dur. Qrafik ona görə də yuxarıya tərəf olacaq. Yəni 0-dan başlayaraq. Burada da müəyyən qiymət yazsaq, biz 10 yazmış olarıq. Çünki bizdə qrafik 10 metr bölü saniyə sürətə çatmışdır. Yəni yuxarıya doğru hərəkəti göstəririk. Və müəyyən qiymətləri qeyd etmiş olsaq, biz burada qiymətləri qeyd edək sizinlə. Biz başlanğıc sürəti 0 qeyd etdik, amma son sürəti 10. Zamanı da 1 saniyə anında demişdik. 1 saniyə də burada qeyd edirik. Və beləliklə siz bu qrafikdə gördünüz ki, bizim qrafikimiz hərəkətə uyğun çəkilmişdir. Yəni hərəkətimiz yeyinləşən hərəkət olduğundan biz qrafiki üzü yuxarıya doğru çəkdik və üzərində bizə verilən məsələnin şərtində verilənləri üzərində qeyd etdik. Yəni başlanğıc, son sürəti və zamanı üzərində qeyd etdik. Beləliklə biz bu dərsimizdə sizinlə təcil anlayışını öyrəndik və hərəkətin növlərinə əlavə olaraq, yəni biz bərabər sürətli hərəkətə keçmişdik. Bugün isə yeni bir hərəkət növü olan düzxətli bərabər təcilli hərəkət növü ilə tanış olduq. Onların növlərini öyrəndik. Düzxətli bərabər yeyinləşən, düzxətli bərabər yavaşlayan və bu hərəkəti xarakterizə edən əsas kəmiyyətlərdən biri olan təcil anlayışını tanış olduq. Təcil anlayışının düsturunu öyrəndik sizinlə və oradakı kəmiyyətləri ilə tanış olduq. Həmçinin təcil mövzusuna uyğun olaraq nümunələrə baxdıq. Bu nümunələrdə biz təcilin hesablama qaydasını öyrəndik. Həmçinin verilənlərə əsasən, yəni düzxətli bərabər təcilli hərəkəti xarakterizə edən qrafikləri, sürət zaman qrafikini necə çəkilməli olduğunu da sizinlə tanış olduq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər hələlik. Sağ olun.